sevər. Şeytan səcdə məqamından qovlanıb. O hədisdə var, Həzrəti Əli əleyhissalatu vəssalam çox uzun sürən səcdələrdə qalardı və dualar oxuyardı. Onun bir duası var, səcdə halında oxuyar həmişə. Belə bir duası var. Deyir ki, Mevlaya ya Mevla, Entel Mevla ve enel abd. Ve hal yerhamul abdel ilel Mevla. Mevlaya ya Mevla, Entel gavi ve enel zayıf. Ve hal yerhamul zayıfel ilel gavi. Çox eşitməli, gözəl sözlərdir. Deyir ki, ilahi, Allahla bu cür danışır. Yəni, insan Allahla dost kimin danışa. Sadiq bir dost kimin. Deyir, ilahi, sən Mola ərbabsan, sən ağasan, mən sənin qulun və ənəl əbd, mən sənin qulun. Bu qula ağadan başqası rəhm eləyər. Entəl qəvi və ənəz zəif. Sən güclüsən, mən zəif. Bu zəifə o güclüdən başqası rəhm eləyər. Allahla bu cür qəlbin açır. İlahi, mən zəifəm, mən əbdəm, mən zəliləm ilahi. İnsan istəyir Allahla əhd peyman bağlaya, günahlarından artıq peşimandır, istəyir Allahla əhd bağlaya, düşə səcdə halına, alnın qoya torpağa, buyura ki, Əstəğfirullahə, Rəbbi və ətobu iləyh. Tövbə budur. Yəni, Əstəğfirullahə, səndən bağışlanmaq istəyirəm. Rəbbi, mənim Allahım, və ətobu iləyh, və qayıdıram sənə tərəf. Səndən bağışlanmaq istəyirəm, mənim Allahım.